Hər vaxtınız xeyir olsun. Əvvəl Əçoba aid belə bir sual nizamına baxaq. Əgər A və B natural ədədlər olarsa, A bölünsün B bərabərdir 3 bölünsün 4 verilib bizə. Əçob A plus AB cəminin 104-ə bərabər olduğunu bilərək B minus A fərqini soruşur bizdən. Burada əgər müsbət formasındadırsa, A 3-ün mislisinə, yəni 3K-ya, B də 4-ün mislisinə, özünə də bərabər olar və yaxud mislisinə də bərabər ola bilər. Məsələn, 8 dolar, 12 dolar, 16 dolar bu şəkildə də ola bilər deyə A-nı 3K, B-ni isə 4K götürüb misalı həll edəcəyik. Burada olacaq Əçob A-nın yerinə 3K, B-nin yerinə 4K yazacaq. Plus Əbu A-nın yerinə yenə 3K, B-nin yerinə 4K yazacaq. Bu bərabərdir 104-ə. Hər ikisindən ortaq olaraq K-nın mötərizə xaricinə çıxara bilərik. K-nı əgər mötərizə xaricinə çıxarsa, qalacaq Əçob 3-4 plus Əbuda da yenə eyni qaydada K-nın mötərizə xaricinə çıxara bilərik. Qalacaq onda Əbu 3-4 bərabərdir 104-ə. 3 və 4 ardıcıl ədədlər olduğuna görə qarşılıqlı sadə ədədlər adlanır. Qarşılıqlı sadə ədədlərin Əçobu onların hasilinə bərabərdir. Yəni 3 vur 4, 12K plus Əbu 3-4-də də qarşılıqlı sadə ədədlər olduğuna görə Əbubu 1-ə bərabər olacaq. 1-i də K-ya vursa elə 1K olacaq. Bu bərabərdir 104-ə. Toplasaq 13K bərabərdir 104-ə. K bərabərdir 8-ə. K 8 isə gətirib burada K-nın yerinə hər ikisində 8 yazmalıyıq. 8 vur 3, 24, 8 vur 4, 32 olacaq. Deməli, biz B-nin yerinə 32, A-nın yerinə 24 yazmalıyıq. 32